Bax, Aybolt, eşit. Biz sənin işçiləriyik, biz sənə xidmət eləyirik. Mən səninlə düşmənçiliyim var, nə dostluğum var, nə yoldaşlığım var. Düşmənçiliyim qəti surətdə yoxdur. İndi gör mən sənə nə deyirəm də, qulaq asın, xahiş edirəm sizdən. Bax, Coca-Cola'nın yanından Sultəpədən sifariş verir, atqaz eləyirəm. 4 kilometr, 3 kilometr. Axırda bir dənə verdi, Respublikanski qaydan götürdüm Af Parka. Düzdür? Gəldim, çatdım Sultəpənin quruğuna. Atqaz getdi. Yanmışdım da orada. Gəldim, çatdım Sultəpənin quruğuna, atqaz getdi. Bu başdan da müştərinin nömrəsini götürmüşəm. Qəsdən götürürəm abi. Qardaş kimi bir zəng eləyirəm. Deyirəm ki, qaqaş, necəsən, nə var, nə yox? Deyir, sağ ol. Deyirəm, taksi sifariş eləmişsən. Deyir, bəli. Deyirəm, bəs olmadı ki, iş oğlu. Bəs yarı yolu gəlmişəm, atqaz edirsən. Deyir ki, 12 dəqiqə görsədir. Mən də məcbur olmuşam, bu sifarişi götürmüşəm. Düzdür? Və neyniyim mən, nətər eləyim mən? Bax, bu taksi sürücüləri neynəsin? Bir dənə özünüzü qoyun bizim yerimizə də. Bir dənə özünüzü qoyun bizim yerimizə. İndi təzədən Sultəpənin quruğundan, bir dənə də Respublikanski qayın qabağından harasa verib xırdana. Bax, gedirəm onun da azı probkadayam. Reytingim aşağı düşməsin deyə gedirəm ha. Çünki evimizə 500 manat çörək pul aparırıq. Sən bizə maşın aldırmısan, təzə, aldırmısan. Buraxılış aldırmısan, sertifikat aldırmısan. Nə demisən eləməmişik? Bir kişi kimi söhbət eləyək də bir dənə. Bax, nə demisən eləməmişik. Düzdür? İndi sən 30 minlik cəmaata maşını aldırmısan, gəlib burada deyirsən ki, reytingin aşağı düşsə, sənin xəttimi bağlayacağım. Mənim xəttim bağlanandan sonra mən bu maşını neynirəm? Amma mən yox, məndən söhbət gedmir. Qeyri birisi. Xahiş edirəm sizdən. Düşmənçilik yaparmayın. Yəni bu millətin qalxmağını görmüsünüz də. Qalxdı, getdi. Nəticə itibarilə zəfər çaldı, gəldi. O hətta insanları çatdırmayın. Bizə sizdən heç nə lazım deyil. Biz heç kimdən heç nə istəmirik. Yəni havayı darmavoy heç kimdən heç nə istəmirik. Bu proqramı düzəldin ki, insan kimi səhər çıxaq işə, belə ki, iş işləməyə gedirik. Mən indi Coca-Cola'nın yanından təsəvvür elə ki, Respublikanski qayda gedirəm. Probkadır ya, bu müştərinin nömrəsini götürməmişəm, elə acığa gedirəm. Acığa gedirəm ki, qoy gedim çatım, çata-çatda atqaz eləsin. Mən nə qədər müştərilərə zəng edim, deyim ki, qardaş, xanım, niyə atqaz eləyirsən? Anam, bacım, niyə atqaz eləyirsən? Deyir, qardaş, 15 dəqiqə gözləyir də. Bax, pis vəziyyətə qoyursunuz, bizi. Qardaş, proqramda bir ərazi yarat. Yarat da, bu ərazi yarat. Xırdalanda nə qədər boltda işləyən var. Qoy hamısı Xırdalanda işləsin. Şəhərdə yarat, şəhər uşaqları şəhərdə işləsin. Binəqədi uşaqları Binəqədidə işləsin. Bu sizin əlinizdə 1x1-dir. Bu sizin əlinizdə 1x1-dir. Mən başqa taksi şirkətdə də işləyə bilərəm. Şükür Allaha, mənim bu günə kimi 20 il taksi sürürəm. Heç bir problemim olmayıb. Nə müştəri ilə, nə bu şirkətin işçiləri ilə, məhsul şəxsləri ilə. Başımı salmışam aşağı, 500 manat çörək bağlarım üçün çörək puluya çıxmışam. Bunu elə də, sən heç nə eləmirsən, adamı yandırıb tökür. Sən 30-40 minə cəmaata maşını aldırmısan. İndi şərt kəsmirsən ki, 35-dən aşağı düşsə sənin xəttimi bağlayıram. Mənim xəttim bağlıdsa, mən bu maşını nəyimə gərəkdir? Neynirəm mən maşını?